Siz Washingtondan Amerikanın səsini dinləyirsiniz. İndi İran-Azərbaycanına pəncərə proqramını təqdim edirik. Bugünkü söhbətimizdə iştirak edir Washingtondan mən Bulud Mehmandarlı və mən İnsaf Əli Hidayət Torontodan. Ətiyyə xanım Tahiri Səid Mətinpurun xanımısıdır. Səid Mətinpur bir neçə ildir ki, tutulub həbsə düşübdür. Səid Mətinpur Asməkin qurucularından və İranlı yazar, qəzetçi və siyasi fəal, insan haqları fəalıdır. Zəncanda doğulub, orada yekəlib, Tehran Universitetində fəlsəfə bitirib. 2007-ci ilin may ayında tutulub bu iki ittihama, biri xaricdə əcnəbilərlə əlaqədə olmada, ilgidə olma ittihamı və ikincisi İran İslam ziddinə təbliğat aparmaq üçün ikisi bir yerdə 8 il həbsə məhkum olub və indi həbsini çəkir. Deməliyəm ki, bir müddət azad olmuşdu mühakimədən əvvəl və İran Azərbaycanla ən yuxarı vəsiqə və zəmanət Səid Mətinpura verilmişdi və 500 milyon tümən, yəni $500,000 bir zəmanət əvəzində azad olmuşdu bir müddət için ki, sonra mühakimə oldu və İnqilab Məhkəməsi hakimi onu 8 il həbsə məhkum elədi. Ətiyyə xanım, sizdən bir soruşmaq istərdik ki, siz vaxtdan-vaxta onunla görüşə bilirsiniz. Ümumi vəziyyəti necədir son vaxtlarda? Bəli, mən əgər həftədə bir yol eləyə bilməm, Səidinə mülaqat eləyəm, telefonu mülaqatdır. Yəni şişədə alınan kabini mülaqatdır. Yarım saat təqribən 25 dəqiqə hududunda. Səidin sütunu fəqəratın kamil müşkülləri, oturub durmağı məsəliyinəndir. Beli şiddətlə ağrır, boynu ağrır və ikisindən də başqa Səidin qəlbinin narahatçılığıdır. Axır dəfəki Səidin halı xərab olub, aparıblar zindanın bəhdarısına, aparıblar. Orada deyəcək ki, eşikdə müalicə olar. Eşiqədəki üçün pabənd vururlar, Səid qəbul eləmədi. Mən burada izah edeyim ki, pabənd vurmaq, yəni bu müttəhəmlərin bəzilərinə İranda xüsusilə həm əllərinə vururlar, kələfçə, həm də ayaqlarına kələfçə vururlar. Əllərin, ayaqların bəzən də bunların bir-birinə bağlırlar. Bunu siyasi məhbuslar xüsusilə qəbul eləmirlər İranda. Səid Mətinpur da o cür Ətiyyə xanım Tahiri buyururlar, qəbul eləmir ki, bunun ayaqlarına və əllərini kələfçə vurub aparsınlar eşikdə həkimə, onun üstündə getmir. Cinayətkar olmadığını deyərək qəbul eləmir bunu. Buyurun Ətiyyə xanım, bu yəni ki, bu da baş verməyib, yəni ki, bu həbsxanadan kənarda müalicəsi, həkimlərin onu yoxlaması da imkan olmayıb bu səbəbdən dolayı. Həbsdə olan onun özüdür və həbsxana həyatı hələ də bir siyasi məhkum üçün olduqca çətin olmalıdır. Sizin üçün də çox böyük çətinlikdir bu. Sizin üçün də yoldaşınızın həbsdə olması əlbəttə ki, böyük bir problemdir. Səid bəyin, ərinizin, yoldaşınızın yəni həbsdə olması ilə bu faktla, bu hadisə ilə necə siz hesablaşa bilirsiniz? Necə həyatınızı davam etdirə bilirsiniz? Yəni Səidin mənim yanımda olmamağı çox çətindir biləməm. Amma mənə bu həmişə güc verir məndə. Yəni Səid bir insandır ki, çox şeylərdən keçib bəlkə ki azad yaşayır. Bəlkə ki içəridən rahat olar. İçəridən rahat olmağa görə çox zatlardan keçib və öz millətinin hüququna görə, millətin hüququndan difa edib, bir insan kimi yaşayıb, bir dənə ictimai insan kimi, bir dənə siyasi insan kimi. Bu əvamildir ki, məcbur olur mən eləyə biləm bu çətinliklə geçinəm. Başqa şəhərdən gedirsiniz onun görüşünə, yoxsa o bir dəfə baş vermiş bir məsələ idi? Yəni o Tehranda indi həbsdədir, siz harda yaşayırsınız? Səid Tehranda həbsdə, mən də Zəngəndəyəm. Və siz Tehrana gedirsiniz onu görmək üçün? Bəli, hər bir həftədən bir gedərəm. 2 həftədən bir gedirsiniz. Səid bəy çox hörməti olan bir insan idi Azərbaycanlılar arasında və bu Azərbaycanlıların savadlanması, öz milli mədəni hüquqlarını əldə etməsi uğrunda fəal çalışan bir insan idi, hörmətli bir insan idi. Bəziləri də hətta deyirlər ki, buna görə yəni ona bu dərəcədə ağır bir həbs cəzası verildi ki, yəni onun çox hörməti var idi. Onun fəaliyyəti haqqında nə deyə bilərsiniz? Yəni o nə eləmək istəyirdi, məqsədi nə idi, nə kimi fəaliyyətlər göstərdi ki, sonradan belə bir ittihamlarla üzləşməli oldu? Səid çox insan haqlarına, yəni çox dəyirdi insanların haqlarına, çox kiçik haqlara ki, çox adamların gözünə gəlməyir, çox adamlar heç o haqları görməyir. Səid onlara çox həssasıdır, yəni çox kiçik şeyləri görürdü və həssasiyyət nişan verirdi ki, çox insanlar şayad
ictimada çox fəal olurlar, amma o şeylər görməyirlər və onlara həssasiyyət nişan verməyirlər. Amma Səid hər şeyə, hər yerdəki fikir verirdi. İnsanın bir haqqı ayaq altında qalır, insanın haqqı təzyiq olur, orada həssasiyyət göstərirdi. O balaca məsələyə görə məktəb yazırdı. Ona görə hər yerdə imkanı olsa danışırdı. İndi dostunun yanında olmuş olsa, xanəvadə yanında olmuş olsa, bir balaca cəmdə olmuş olsa və inki biz nə cür eləyə bildik bu məsələləri, həll eləyək, bu məsələləri küçük şeylərə göz örtməyək, küçük məsələlər eləyə bilər bizim vəziyyətimizi yaxşılaşdırar, zindiyanlığımızı yaxşılaşdırar, zindiyanlığımızın düyününü açdırar. Çünki o şeylərə ki, çox adamlar görmürdü, Səidullah görürdü, mən fikirləm buna görədir ki, bu cür çətin, yəni bilərsinlə rəftar olundu hökumətin tərəfi ilə. Səid bəy, yəqin ki, bir də həbsxanadan kənarda İranda baş verən hadisələrdən müəyyən dərəcədə tanış ola bilir, baş verən hadisələri izləyə bilir. İndiki vəziyyət haqqında nə fikirləşir? Elə həssasdır, yəni mən hər dəfə getdikcə xəbərlər məndən soruşar, dostları zindana düşür, onların vəziyyətindən soruşar, nə şəraitdədirlər, nə vəziyyət keçirirlər. Bəs sizin özünüz nə fikirləşirsiniz Atiyə xanım? Sizin özünüz Azərbaycanda milli mədəni hüquqlar uğrunda aparılan mübarizə desək, əlbəttə dinç mübarizə, bunu demək daha yerində olar. Mən özüm həmişə çox, yəni ayəndəyə çox umidvaram, həmişə fikir edirəm, yəni həmişə zehnimdə budur ki, hətta çox kiçik hərəkətlər əsərin qoyacaq bəşərin zindiyanlığında və hətmən türklərin də hərəkətləri, çox kiçik hərəkətləri də ayəndələrinin yaxşılaşmasına hətmən kömək eləyəcək. Bəs siz onunla görüşdüyünüz vaxt, siz onunla danışdığınız vaxt, Səid bəylə həbsxanada telefonda Şuşadan qarşıdan qarşıya danışdığınız vaxt, yəni sərbəst danışa bilirsinizmi, yoxsa ona qulaq asılır, müəyyən məhdudiyyətlər qoyulur, bunu deyə bilərsiniz, bu barədə danışa bilməzsiniz? O cür ki, yəni mən başa düşmüşəm. İhtimalan telefonları zəbt olur, amma da bizim bir söz yoxumuz ki, gizlin olmuş ola və mən eləyə bilmirəm, danışam. Yəni hər sual ki, Səid soruşsa, mən cavabını verirəm, əgər bilsəm. Bilməsəm ki, heç, amma bilsəm cavabını verirəm. Çünki bir şey qələm Səid, yəni 4 ildir bu şəraitdə zindiyanlıq elir, 2 ildir ki, əslən mürəxəsiyə gəlməyibdir. Və hər sual soruşsa, mən əgər sualın cavabını bilmiş olsam deyərəm. Heç nigarançılığım da yox bundan ki, telefon zəbt olunur, ya nəm olacaqdır ayəndə də. Çünki bundan çox görməyəcək. Bir dənə Tərbəndəki 11 nəfər müttəhim var idi. Onların içindən bir dənə Səid seçilib və 8 il hökm alıbdır. Mən bundan yuxarı bir zətinəmə yoxdur ki, nigaran olan və Səidinə mülağat eləyəndə danışa bilməyən. Bəs sizin özünüz necə? Sizə qarşı da təzyiqlər olurmu vaxtdan vaxta? Mən təhdidlər görməmişəm. Təhdidlər olmamışam. Siz Amerikanın səsini dinləyirsiniz. Proqramlarımız haqqında fikir və şərhlərinizi ya birbaşa amerikanınsəsi.org saytında əlaqədar xəbərin şərhlər hissəsində yaza bilər, ya da info@amerikanınsəsi.org ünvanına göndərə bilərsiniz. Atiyə xanım, bilirsiniz bunun azadlığı üçün insan haqları təşkilatlarından istəyirlər ki, dixalət eləsin və Səid Mətinpurun azadlığını İran hakimiyyətindən istəsinlər. Sizcə bu ehtimal vardır ki, bu tür bir beynəlmiləli istəklər Səidin azadlığına müncər ola, yəni Səid azad ola? Mən bilmirəm ki, bu imkanı var, yəni bu fəaliyyətlər mucib ola, Səid azad ola ya yox. Bunu eləyə bilmirəm, yəni cavabını deyəm. Amma bunların gərək olmağına mutmainəm. Yəni mutmainəm ki, gərək bu işlər ola. Nəticə verməsə də gərək ola. Bu beynəlmiləli təlaşların yanında heç Səid Mətinpur ya siz ya onun ailəsi İran hakimiyyətindən azadlığı üçün bunun bir tələblər olmuşsunuz. Məsələn, bilirsiniz, İran qanununda əfv məşrut vardı. Və mən bildiyim kimi Səid Mətinpurun da birinci dəfəsidir, həbsə düşübdü və eləyə bilər ki, bu əfv məşrutdan azad o. Əfv məşrut şeydir bu, İran qanunu üzərinə o adamlar ki, birinci dəfə həbsə düşürlər, həbslərinin dövranının yarısını çəkəndən sonra İran ədliyyəsindən istəyirlər ki, onlar azad olsunlar. Birinci dəfə olduğu üçün onları azad edirlər məmulən, amma bunu bəzən bu şərtdə azad edirlər ki, onlar tövbə eləsinlər. Mən istərdim görüm ki, əslən bu tür bir istəyi Səid Mətinpur İran hakimiyyətindən ya siz özünüz İran hakimiyyətindən belə bir istəyiniz olubdu, ya istəyirsiniz elə belə bir istəyə düşəsiniz? Bu əfv məşrut elə bil o cürdür ki, bir nəfər ki məhkum olur, hökmünün yarısını geçirdi, yarısını geçirəndən sonra dərxast eləyə bilər ki, əvvəl yolda ki məhkum olubdu, dərxast eləyə bilər
که عفو مشروطdan برخوردار ola qazi gərək muvafaqət edir. Bəs الان Səid təqribən 3 il keçir. Çünki o 9 ay ki zindandaydı. O 9 aydan sonra 1 il gəldi eşiyə. O da hesab olmur. Yəni o da zindan məhsub olmur. Dərvağı Səid 3 il keçiribdi. 1 ildə geçsə təqribən biz dərxast əfv məşrut bəli yazarıq ta ki məlumdur qazi cavab verə, yəni muvafaqət eləyə ya eləməyə. Amma bundan qabaq da əfv məşrut yox. Səiddən istəyiblər ki dərxast əfv eləyə. Yəni 2 yıl istəyiblər Səiddən bu işi heç birində Səid qəbul eləmir ki dərxast əfv yazı. Və bu yəni göstərir ki Səid hələ öz fikirlərində qalıbdı. Bundan belə ki ona çox uzun bir həbs veriblər. Yəni heç hərəkət ki xilaf qanun ola mən görməmişəm. Və hər işdə ki görmüşüm, hazıram hər yerdə, hər dadgahda, hər dadgah ümumidə difa eləyəm işlərimlə. Bəlkə bu hakimiyyətdir ki, sui təfahüma düçar olubdur və insanların düzgün çalışmaların həqlərinə görə qeyri-qanuni bilir. Öz istəyi ilə rəftar edir. Əgər bir hərəkət istəyi ilə oxumasa deyir bu qeyri-qanunidir və ona görə heç dadgahsız eləyə bilir 8 il hökm verək. Və heç işindən də pəşiman deyilən kimin. Yəni barha deyib, yəni ki deyibdi ki, hətta dadçısana deyib, mənim özümə deyibdi ki, mən heç iş görməmişəm ki, eləyə bilməyəm, difa eləyəm dadgahda o işdə. Hər iş ki görmüşəm, hər hərəkət ki əncam vermişəm, hamısına hazıram hər dadgah ümumidə difa edəyəm, tək işlər. Ondan yəni peşman olduğunu bildirməsini, yanlış işlər gördüyünü etiraf etməsini istəyiblər və cənab Mətinpur bu istəkləri rədd edib və yanlış bir iş görmədiyini, peşmanlıq bildirmək üçün bir səbəbi olmadığını onlara çatdırıb. Baxmayaraq ki, bu onun əlbəttə həbs müddətinin qüvvədə qalması mənasına gəldi. Siz o zaman ki hələ Səid zindana verilməmişdi, ikiz bahəm qalırdınız, ərarvat kimi orada yaşırdınız. Onda xoşbəxtliyinizdən bizə deyin, onda xoşbəxtlik hiss edirdiniz, nə cür idiniz, o dövrəndən danışın. Bir də onun o vaxtki illərindən vəzn. Mən elə o dövrəndə nə cür xoşbəxt idim, ələm belə xoşbəxtlik hiss edirəm. Çünki içimdən rahatam ki, bir insanla yaşıram ki, insan kimi yaşır və buna görədir ki, mən edə bilirəm, taqət gətirəm Səidin olmamağını. O moqədə yəni fikir edirdim ki, çox xoş keçərdi bizə. Hər ləhzələrimiz xoş keçərdi. Yəni hər bəhanə bizə xoşluqdur. Sufra başında oturmaq, xiyabanda qədəm vurmaq və danışmaq, roznamə oxumaq, kitab oxumaq. Yəni hər nə bizə xoşluqdur. Və ələm də Səidin bu vəziyyəti çox dərin baxsaq mənə xoşluqdur. Səidə də xoşluqdur. Yəni mən içimdə heç nigarançılığım yox bu vəziyyətə. Çünki zindiyanlığı o qədər ərzişli bilmirəm ki, hər şeydən keçəsən ona görə. Səid həmişə mənim ürəyimdə, yəni ürəyimin yuxarı yerində yeri var ki, çox şeylərdən geçdi ki, xətti qırmızılarından geçdi. Bir yerlər var ki, oralardan gəç rədd olunur. Yəni o yerdəki sənin təbii haqqın ayaqlanır. Əgər orada dayanmasan ayaqlayanın qabağında, mən ondan o yana diri qalbağı zindiyanlıq bilmirəm. Yəni o kəsləri ki, həqləri ayaqlanır, amma səsləri çıxmır. Mənim nəzərimə dirilikləri dirilikdir. Zindiyanlıq o müqəddimə mənası var ki, xətti qırmızılarından geçəndə əksinəmə göstərən. Və Səid hər ləhzə xətti qırmızılarından bir kəs ubur eləyibdir. Hətta qəvitərin sistem onun qabağında dayanıbdır. Və mənə bundan böyük şey ola bilməz. Yəni Səid bundan böyük şey mənə verə bilməzdi. Ətiyə xanım, biz suallarımızı verdik, amma bəlkə sizin demək istədiyiniz ürək sözləriniz ola bilsin ki, var. Nə demək istəyərdiniz? Bəlkə də imkan var Səid bəyin bu müsahibədən, bu söhbətlərdən xəbəri olsun, ona çatdırılsın. Bəli, mən həttmən, yəni bu xəbərlər ki, olar, Səidə tozir edirəm, yəni hamısın, yəni hər xəbəri ki, olar, hər işi ki, görürlər, hər yol Səidlə görüşərəm, deyərəm biləsinə. Tozih verirəm biləsinə. Sizdən də çox təşəkkür edirəm. Çox sağ olun ki, mən təşəkkür edirəm sizdən. Sağ olun. Biz də sizə təşəkkür edirik Ətiyə xanım. Bununla da bugünkü söhbətimiz burada başa çatır. Səid Mətinpurun həyat yoldaşı Ətiyə xanım Tahiri ilə söhbət elədik. İran rəsmilərinin Amerikanın səsinə şərh vermədiklərinə görə onların mövqeyini sizə çatdıra bilmirik. Bəs bu məsələ barədə siz nə fikirləşirsiniz? Şərhlərinizi və təkliflərinizi bizimlə bölüşün. Ünvanımız info@amerikansesi.org-dur. Siz İran Azərbaycanına Pəncərə proqramını dinlədiniz. Vaşinqtondan mən Bulud Mehmandarlı və mən İnsafəli Hidayət Torontodan.
The Voice of America.